Siz qəbul etsəniz də, etməsəniz də biz fərqliyik. Qəbul etsəniz də, etməsəniz də Güney Azərbaycan İranın mərkəzindən də, cənubundan da, sağından da, solundan da fərqlidir. Bizim dilimiz fərqlidir, tariximiz fərqlidir, mədəniyyətimiz fərqlidir. Bu çox sadə bir faktdır. Sən özünü Güneyli bilsən də, Azəri bilsən də, Türk bilsən də, Zəncanlı bilsən də, Sulduzlu bilsən də, əgər sən indi mənim danışdığım dili başa düşürsənsə, sən İranın digər millətlərindən fərqlisən. Mən burada demirəm bir millət digərindən üstündür. Yox deyil. Siz də o ırqçı tələyə düşməyin. Amma xahiş edirəm bunu da qəbul eləyin. Güney Azərbaycan fərqlidir. Sən nə qədər bu faktı danmağa çalışsan da, asimile olmağa çalışsan da, özünü onlarla bir görməyə çalışsan da, sənin həmişə fərqli olduğunu başına çalacaqlar. Torkixərdən tut ta stadiumlarda ırqçı şüarlara qədər, ta xəbərlərdə səni pis-pisi olaraq göstərməkdən tut Tehranda başlayan protestoları 2-3 gün gözləyib nələr olduğunu, baş verdiyini anlamağa çalışmağına qədər səni əzməyə çalışacaqlar. Çünki sən fərqlisən və fərqli olduğun üçün, yaşadıqların fərqli olduğu üçün, tarixin fərqli, sənin hafizən fərqli olduğu üçün də problemlərin, istəklərin də fərqlidir. Bizim indi 100 ildir dilimizə yuxarıdan baxıb əziblər. Məhəlli dil deyiblər. Uşaqlarımızın ağzına barmaqlar soxurlar ki, sən bunu belə tələffüz eləməlisən. Biz öz dilimizə o qədər qəribələşmişik ki, siz mənim videolarımın altında yazırsınız, öz dilini danış. Elə bir bu mənim dilim deyil. Mən Urmiyəliyəm. Mamam mənimlə bu dildə danışıb. Amma sadəcə dilimin içərisində fars kəlmələr olmadığı üçün və təmiz danışdığım üçün bu dil sizə qəribə gəlir. Bizim problemimiz Urmu gölüdür. İndi 30 ildir Güneyli fəallar tutulurlar, işgəncə görürlər, bağırırlar ki, Urmu gölü qurur. Amma Pantürk deyib bizi oturdurlar yerimizə. İsfahana körfəzdən su çəkirlər. Amma Urmu gölünə baxmırlar. Çünki biz fərqliyik. Çox xahiş edirəm bu arada bir nəfər mənə yazsın Pantürk nə deməkdir. O qədər kommentlərdə, yorumlarda yazırsınız mən Pantürkəm. Bir nəfər mənə tərif versin, gözlürəm. Biz fərqli olduğumuz üçün Hadi Hicazifər özünə fərqlə gəlib mən Türkəm deyəndə hamı gəlir, ona ədəbsizcə gülür. Biz fərqli olduğumuz üçün yerlərimizin adları dəyişir. Biz fərqli olduğumuz üçün uşaqlarımıza öz ana dilimizdə ad belə qoya bilmirik. Biz fərqli olduğumuz üçün Abbas Lisani, Yürüyüş Mehrəlibəyli və ya Əlirza Fərşi tutulanda narahat oluruq, səfərbərlənirik. Amma onlar bu adları boykot etməyə çalışır. Pişəfəri, Babək, Zeynəb Paşa, Səttarxan adlarını çəkirik çünki bizim tariximiz fərqlidir. Bizim kitablarımızı şəhərlərin ortasında yandırıblar, onların yox. Biz fərqli olduğumuz üçün Azərbaycan ya Türkiyə əsgərləri öləndə ağlayıb şəhidlər ölməz, vətən bölünməz deyirik. Biz fərqli olduğumuz üçün Bakıya ya İstanbula gedəndə öz dilimizi danışıb gülüb keçirik. Bura bizim torpaqlarımızdır deyirik. Güney Azərbaycan fərqlidir. Bu bir faktdır. Bunu artıq xahiş edirəm qəbul et.